Demek biz Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliğinin dəstəyi ilə, maliyyə dəstəyi ilə Qurbanların Səsi adlı layihənin icrasına başlamışıq. Hazırlıq işləri gedir, tədbir öncəsi. Biz hazırda siz oralara qoydunuz. Hal-hazırda bunları hazırlayırıq uşaqlara. Bəlkə bunları da uca belə qoyaq. Demək, 50 dənə kitabçadır. Buna neçəsi yerləşdir? Bax, belə qoyaq bura, stolların üstünə. Bir dənə sayardınız da ne qədər kitabça oldu? Neçə dənə oldu? 1, 2, 3. Ya, formallar şeklinde. Onlara elə baxmayın. Dinləməlisiniz ki, sizə belə bir gözəl insan gəlib sizi maarifləndirməyə. Buyurun kesin. İnşallah başlayacaqlar işə. Ələş inşallah. Əziz tələbələr, hamınızı xoş gördük. Qonaqlarımıza xoş gəlmişsiniz edirik. Təşəkkür edirik ki, bugün vaxtınızı sərf edib bizimlə birgə keçirirsiniz. Hamının bildiyi kimi 18 iyun Azərbaycanda İnsan Hüquqları günüdür. Tüm Respublikada bu gün münasibəti ilə geniş tədbirlər keçirilir, konferanslar, seminarlar, simpoziumlar təşkil olunur. Bizim mərkəz də bu tədbirlərə qoşularaq bu kiçik olsa bir dəyərləməsi keçirmək istədik. Yəni ki, hüquqi maariflənmə məqsədi daşıyır bu tədbirimiz. Qonaqlarımızı salamlamaq istəyirəm, bir daha təqdim etmək istərdim. Deməli, 21-ci əsrin qadınları İctimai Birliyi sədri Mahirə Əl-Hüseynova, Daxili İşlər Nazirliyi İnsan Alverliyinə qarşı mübarizələr baş idarəsinin əməkdaşı polis polkovnik leytenant Xəyyal Nəcəfov və Daxili İşlər Nazirliyinin yanında İctimai Şuranın sədri, Konstitusiya Araşdırma Fondunun sədri Əl-Məmməd Nuriyev. Hər birinizə xoş gəldiniz. Bildirirəm, təşəkkür edirəm sizə. İlk sözü sizə verirəm. Sağ olun. Teşekkür edirik. Bu rəhbərliyinizə təşəkkür edirik. Bu belə bir imkanı, şəraiti yaratdığı üçün. Xalq müəllimizə təşəkkür edirik. Orada da hər dəfə biz qapılarımızı üzümüzə açırdı. Qeyd etmək istəyərdim ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə biz Qurbanların Səsi adlı layihənin icrasına başlamışıq. Layihə silsilə tədbirlərində keçirilir. Bu layihə çərçivəsində məqsədimiz ondan ibarətdir ki, bizim belə gənc, belə gözəl, ağıllı balalarımız cinayətkarların toruna düşməsin. Yəni, bugün biz sizə cinayətkarlar insanları necə tora salır, hansı yollarla tora salır, bu tora düşdükdən sonra qurbana çevrilənlər, cinayətkarların qurbanına çevrilirlərsə, buradan çıxmağın yollarını başa salacaq, özünüzü necə qorumalısınız, haralara müraciət eləməlisiniz. Bunlar haqqında sizə geniş məlumat verəcəyik və bunlar bukletlərdə də var, kitabçada da var, hər birində bunlar haqqında geniş məlumat verilir. Birinci, mən onu demək istərdim ki, insan alveri dedikdə nə başa düşürsünüz sual olaraq? Buyurun, suala Oturun, izah edəcək. Görürəm ki, elə auditoriyada bir nəfər danışmaq istədi. Belə məlum oldu ki, məlumatsızlıq bəli, hər kəs məlumatlı olmaq gücündə deyil. Məhz bu layihə ondan ibarətdir ki, məlumatsız olanları biz məlumatlandıraq.
İndi deyin sözünüzü nə demək istəyirsiniz? İnsanları alıp organlarını çıkartıp satırlar. Aydındır, bəli, düzdür. Bir nüansı bildiniz. Amma təkcə o deyil. Bu insan alverinin qurbanları, əməyin istismarıdır, cinsi istismardır, orqanların transplantasiyasyıdır, surrogat anadır və çox bu barədə Daxili İşlər Naziri nümayəndəsi danışacaq. Və əsas ondan ibarətdir ki, indiki cinayətkarlar qurbanlarını modernləşir. Cinayətkar yeni üsullarla işləyirlər. Yəni əvvəllər kimlərsə çətin əziyyət çəkirdi, haralarasa əlaqələr qururdu, onları aldatmaq üçün başqa vasitələrdən istifadə edirdi. İndi çox rahat oturur evində cinayətkar, qarşısında çayı, kofesi içərək başlayır yazmağa, mesajlaşmağa, yaxşı iş var. Məsələn, bu sor sənə xarici pasport çıxardıram, bütün məsrəfləri özüm çəkirəm. Yəni, hər bir xırda bir detaldan siz aldana bilərsiniz. Elementar cüzidir ki, siz sevgi ilə sizi ələ almaq olar, mən belə başa düşürəm. Hansısa qadından istifadə edərək, hansısa qurbandan istifadə edərək sizi tora sala bilərlər. İndi isə bu sözü verək, İnsan alverine qarşı mübarizə baş idarəsinin əməkdaşına, o Xəyyam müəllimə, Xəyyam müəllim danışsın, sonra sualı cavab eləyəcək, sonra da əvvəldən. Bəli, Maraq xanım dediği kimi insan alverinin bir çox növləri var. Cinayətin əməyin istismarıdır, cinsi istismarıdır, qadının surrogatlarına kimi istifadə olunmasıdır, orqanların transplantasiyasyıdır və köləlikdir, köləliyə bənzər adətlərdir, bu cinayət növləri var, növləri çoxdur. Buna baxmayaraq, bu cinayət növlərindən əsasən Azərbaycan Respublikasında və digər qonşu dövlətlərdə baş verdiyi kimi də əsasən bizim də dövlətdə əməyin istismarı ilə cinsi istismar cinayəti baş verir. Təbii ki, Maraq xanım dediyi kimi, cinayətkarlar bu günlərin hansı ki, qurbanlarını seçmək stilini, fərqini, hər bir şeyi dəyişiblər ki, bu da nəyə gətirib çıxardır? Müasirləşmə formasına gəlmişsə, internet üzərindən, sosial şəbəkə üzərindən hansı ki, təhsildən uzaq olanları və hansı ki, iradəsiz əyil olanları. Həqiqətində belə bir iş yeri varmı, yoxmu? Düzgündürmü, təkiflər doğrudurmu? Düzdür yoxsa yox? Birinci, bunları dəqiqləşdirmək lazım. Dəqiqləşdirdikdən sonra və o sizə təklif olan iş yerinin həqiqətən də olub-olmaması məlumat aldıqdan sonra siz müraciət elədikdən sonra sizi dəqiq məlumat aldınız, bəli, ondan sonra hər hansı bir şəxs gedə bilər, işləyə bilər və yaxud digər işlərdə işləyə bilər. Amma digər hallarda bunu yoxlamadığınız halda sizin başınıza həmin vaxtı ümumiyyətlə gedərsiniz, qurbana çevrilərsiniz. Bəzi insanlar deyir ki, mən qurbana çevrilmələm, yəni bu mümkündür, yəni bunu bacarmazlar. Belə deyil. Şəxsi dövlət sərhəddi öz razılığı ilə keçdin, şəxsiyyət vəsiqəsini əlindən aldın, pasportunu əlindən aldın, deməli onun azadlığını əlindən aldın. Düzdür? Hər hansı bir dövlətdə heç bir ünvanı tanımadığın halda heç bir yerə qaçası da deyilsən, o cinayətkarın torundan qutarası da deyilsən. Düzdür? Pasport da əldən alındı, bundan sonra həmin cinayətin belə deyək də ilk addımları başlayır. Ümumiyyətlə insan alverlə bağlı sualı olan varsa, maraqlı olan varsa desin, mən suallara da başlaya bilərəm. Formasında, diskusiya formasında lap yaxşı olar. Məhəmməd müəllim müəllimdir. Məhəmməd müəllim əgər icazə varsa bir əlavə edeyim. Konstitusiyadan bağlı bu hamımız bilirik ki, konstitusiya və suverenlik idi elan olunur. Gənclərimiz bunu bilməlidir. Yəni ki, 1995-ci ildən bu günə 30 il keçir, bu illə bağlı həmin illə bu təsadüf edir.
Konstitusiya qanunvericiliyin əsasıdır. Hamımız konstitusiyanı bilməliyik, əsasları bilməliyik və bir çox problemlər gənclər arasında, tələbələr arasında məlumatsızlıqdan başlayır. Yəni hüquqi biliyin az olmasından başlayır. Yəni ki, mən həmişə tədbirlərdə də tövsiyə etmişəm, buna görə sizlərə tövsiyə edirəm ki, yəni, birinci növbədə elə konstitusiyanı bilmək, öyrənmək hamımızın borcudur. Hamımız öyrənməliyik, bunu bilməliyik. Yenə də bildirirəm, qanunvericiliyin əsasını təşkil edir. Mən söz vermək istəyirəm, bu barədə geniş ətraflı danışacaq. Yəni, bu sahədə təcrübəsi də var, bilgiləri də kifayət qədərdir, yəni ki, buyurun məsələn. Fuad mənim fürsətdən istifadə edir, gəlməm, deməm, Konstitusiya Araşdırmalar Fondunun da rəhbərisiz, ona görə elə istəyirlər ki, siz o... Dəvət eləmişsiniz bura, gələn iştirak edirəm sizə. Öyle de olsun, insan andırıyla bağlı da değilmiştir. Bazı meselelərə əlbəttə ki, burada peşəkarlar var. Bizim hörmətli Daxilişlər Nazirliyi İstanbul Qarşılıq Qarşı İdarəsində müdahiləsində iştirak edildi. İlkin olaraq bir çox əsaslı vacib məsələlər günü toxundu. Mahirə xanım girişdə çox maraqlı insan əlbəri ilə bağlı. Hətta bəzi xırda epizodlar da dedi, hansı formada necə ola bilər. Bu məsələ üzərində əlbəttə ki, qalacaq. Və şübhəsiz ki, sizə bu məsələ ilə bağlı da məlumatlar veriləcəkdir. Amma mən Konstitusiya ilə bağlı bəzi məlumatları sizə çatdırmaq istərdim. Fuad müəllim söylədiyi Konstitusiya bizim əsas qanunumuzdur. Bütün qanunlar ondan törənir. Bütün qanunların fövqündə olan bir qanundur, ən ali qanundur. Əgər qanunlar Milli Məclis tərəfindən qəbul olunursa, Konstitusiya Milli Məclis tərəfindən qəbul edilmir. Konstitusiya referendumla qəbul edilir. Birinci növbədə. Və siz də bilirsiniz ki, 95-ci il Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ilk konstitusiyamız, bərpa etdikdən sonra ilk konstitusiyamız Ulu Öndər Heydər Əliyev rəhbərliyi hazırlandı və qəbul edildi. Referendum yoluna. Ayın neçəsində olub? Deyə bilərsinizmi? Referendum nə vaxt oldu? Siz yəqin ki, orta məktəbdə də ümumi biliklər keçirdiniz, indi burada da keçirsiniz. Yox, 17 noyabr, nə günüdür 17 noyabr? Azərbaycan tarixində dirçəliş günüdür, düzdürmü? Orada böyük xalq hərəkəti başlandı, 17 noyabr. Konstitusiya 12 noyabrda referendum yoluyla 95-ci ildə qəbul edilib və 26-sında qüvvəyə verildi Konstitusiya. Konstitusiya qəbul prosesi özü bir fərqli prosesdir və burada da Azərbaycan seçki hüququna malik olan mütləq əksəriyyəti Konstitusiyanın qəbuluna səs verir, həmin o layihəyə səs verir. Amma Konstitusiya təkcə hüquqi sənəd deyil. Biz əlbəttə hüquqlarımızı bilməliyik, ona əməl etməliyik. Konstitusiya hüquqi sənəd deyil. Konstitusiya eyni zamanda dövlətin vətəndaşları ilə bir müqaviləsidir. Bir öhdəlik, dövlət öhdəlik götürür ki, mən bu işləri görməliyəm. Vətəndaşa vəd verir. Və bu baxımdan da vətəndaş da razı olmur ki, bəli, bu çərçivədə, belə deyək, bu idarə etmə sistemi ilə sən məni idarə etməlisən, mənim hüquqlarımı qorunmalısan, azadlıqlarımı qorunmalısan və mənim həm də rifah halında yaşamağımı, ləyaqətli səviyyəsini təmin edilməsi borclusan. Konstitusiyanın ali məqsədi də insan hüquq və azadlıqlarının müdafiəsi və ləyaqətli səviyyəsinin təmin edilməsidir onun ikinci maddəsi. Amma Konstitusiya eyni zamanda dövlətin anatomiyası. Yəni, dövlət özünü konstitusiya edir. Dövlətin pasportudur. Necə bizim bir pasportumuz var? Pasport şəxsiyyət vəsiqəsi nədir? Hər birimizə göstərir də onun hardan olub, boyu nə qədərdir, gözünün rəngi nə qədərdir, indi bəzərlərə məlumatlar da var, ünvan da. Bizim haqqımızda odur. Və şəxsiyyət vəsiqəsi bizi digərlərindən fərqləndirən bir sənətdir. Düzdürmü? İdentik bir də bu mənədir. Və konstitusiyada millətin kodudur. Millətin, dövlətin kodudur. Bu baxımdan da konstitusiyaya bu baxımdan qiymətləndirmək lazımdır.
Konstitusiya həm də eyni zamanda istənilən konstitusiyanın normasına istinad etməklə siz məhkəməyə müraciət edə bilərsiniz ki, mənim bu hüquqlarım pozulur. Bu hüquqlarımı bərpa edir. Məhkəmənin borcudur ki, onu etsin. O qanun qəbul edilib, edilməyib. Onun mən vətəndaşa, sən vətəndaşa heç bir dəxli yoxdur. Dövlətin öhdəliyidir, dövlət o qanunları qəbul etməlidir. Məsələn, bir dənə nümunə deyib sizə. Bizim alternativ xidmət haqqında qanun qoymalı. Elədir. Bizim hüquqlarımızdan biri də alternativ xidmətlə təmin etməkdir, düzdürmü? Kimsə əqidəsinə görə orduya getmək istəmir. Əlbəttə orduya getmək bizim şərəf işimizdir. Çünki bizim neynədir? Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə bizə qələbə çaldıran kim oldu? Ordumuz oldu, əskərlərimiz oldu. Sizlər oldu, sizin valideynləriniz, qardaşlarınız, bizim övladlarımız oldu. Onların çiyini üzərində, onların qəhrəmanlığı ilə, şəhidliyi ilə biz o zəfəri əldə etdik Ali Baş Komandanın rəhbərliyi altında. Daha Konstitusiyamda o öhdəliyi qoyur ki bizə, həm də bizim vəzifəmiz onun ömründə vətənə xidmət etmək. Bir bax, vətənə xidmət etmək məsələsi var, bir öhdəlik var, bir vəzifə var. 5 vəzifədən biri də ondan ibarətdir, konstitusiyon vəzifələrdən biri də ondan ibarətdir. Və biz əlbəttə sərhədlərimizi qorumalıyıq, vətəni qorumalıyıq. Amma bununla belə, çünki belə söylədim, insan hüquq və azadlıqların dövlətin ali məqsədidir. Hüquqlardan biri də ondan biri ola bilsin ki, aramızda kimsə öz əqidəsinə görə silah daşımaq istəmir. Məsələn, indi bu xristiyan dünyasında daha çoxdur, orada bəzi cəryanlar var. Onlar cəryanlar, onlar qadağan edir silah götürməyi, həmin adamlar. Pasifistəm, müharibənin əleyhinə və s. Onlar da belə deyir. Amma bizim ərazimizdə də həmin dinin nümayəndələri yaşayır. Düzdür, Azərbaycan çox millətli bir ölkədir. Ona görə bunları nəzərə alaraq, bütövlükdə insan hüquqlarının bəşəri olduğunu nəzərə alaraq, Azərbaycan Konstitusiyası beynəlxalq standartlara uyğun olan bir konstitusiyadır ki, bunu öndərin rəhbərliyi altında hazırlandı, qəbul olundu və bu hüquqlar da oldu. İndi gələk o məsələyə ki, davam etdirək onu. Gəlib biri deyir ki, mən əqidəmə görə getmək istəmirəm. Əsgər xidmət. Bizə deyir, yox, sənə qədər xidmət hüququn vəzifən var. Onda belə olan halda nə baş verir? Belə olan halda baş verir ki, yenə dövlət qurumlarında bəziləri deyir ki, bilirsiniz nə var? Burada yazılıb ki, qanunda nəzərdə tutulmuş qaçda alternativ xidmət. Qanun da yoxdur. Onda vətəndaş deyir ki, bilirsən nə var? Ay dövlət, məmnun. Mənə dəxil yoxdur, qanun yoxdur, var yoxdur. Konstitusiya nə deyir? Konstitusiya bu hüququ müəyyənləşdirir. Deməli, mən bu hüquqdan istifadə etməliyim. Bu da o mənada gəlir ki, Konstitusiyanın birbaşa hüququ qüvvəsi var. Yəni, bayaq söylədiyim ki, istənilən konstitusiyon normasını istinad etməklə siz hüquqlarınızı müdafiəsini həm dövlət orqanları qarşısında, inzibati orqanları qarşısında qaldıra bilərsiniz, həm də eyni zamanda məhkəmələr qarşısında qaldıra bilərsiniz. Bu baxımdan. Eyni zamanda konstitusiyası mühüm bir hüquqlardan biri ondan ibarətdir ki, bax bugün hansı hüquq həyata keçirirsiniz indi bu saat? Bax bizim qarşımızda oturmuşsunuz. Bax bu məktəbdəsiniz. Hansı hüquqlarınızı həyata keçirirsiniz? Deyə bilərsinizmi? Hansı hüquqlarınızı həyata keçirirsiniz? Bax bu saat reallaşdırırsınız. Deyil də, həyatdan deyil. Nə hüququnuz var? Burada neyiniz? Bugün səhər gəlmişsiniz saat 9-dan dərs. Nədir? Təhsil hüququnuz var da, düzdür mü? Elə mi? Təhsil hüququ konstitusiyon hüququ. Və yaxud da ki, ali məktəbə qəbul olmaq üçün neyiniz? Ərzi ilə müraciət edirsiniz, düzdür mü? Və yaxud peşə məktəbinizə, istənilən məktəbə daxil olmaq üçün ərsə. Ya sizin valideynləriniz verir, yetkin yaşına çatmayan şəxslərin qanun nümayəndəsi var, 17 yaşına qədər olan şəxslər, 18 yaşına qədər. Daha aşağılar, valideynlər sinəvəli sizinlə müraciət edə bilir və yaxud ki, elə bir yaşamda gəlir ki, məsələn, 15 yaşına sonra tamam olursa bizim əmək hüququmuz da var. Amma bu əmək hüququmuz əlbəttə ki, bu zaman həm də nüfuz gəlir. Əmək hüququ deyəndə siz maşallah gəlirsiniz, peşə təhsili alırsınız və ya çox yaxşı bir peşələrə də gələm ki, burada çox sayılı peşələr var da, mən bildiyim qədər. Və özünüz bilirsiniz, yeri gəlmişkən baxıram dəmir yoludur. Bizim dəmir yolda çox sürətlə inkişaf edir, infrastruktur çox yüksək sürətlə inkişaf edir. Ya yeni tipli qatarlar gəlir, bir şeydən onu qatılır. Yeni tipli qatarların idarə olunması hər şeydən əvvəl yüksək texnologiyaları bilmək lazımdır. Düzdürmü? Və siz onu burada alırsınız, burada həmin peşələrə yiyələnirsiniz. Daha sonra daha da inkişaf edirə bilərsiniz, əlbəttə ki, peşələrinizi.
müxtəlif ali təhsil ocaqlarını davam etdirmək. Ona görə hər şeydən əvvəl digər tərəfdən başqa bir məsələ onunla bağlıdır ki, siz bəzən elə fikirləşirsiniz ki, belə ancaq sizin hüququnuz pozulanda müraciət etmək lazımdır. Qurumlara da düzdürmü? Hüququnuz pozulmadı, nəyirsiniz? Amma başqa sözlə desək, bu saat həmkarların sözdür. Sizin tələbə yoldaşlarınızdan biri xaricdə işə dəvət edir. Belə internet üzərindən. Yaxşı, yüksək maaş deyirlər və deyirlər gəlin, gedək Əfqanistanda işləyək, məsələn, və ya Suriya. Odur, göstərim, ayda 1500 dolar. Mən deyəcəm, bunun arxasında deyəcəm, nə baş verir. Və siz də böyük məmnuniyyətlə tez bir zamanda bu məsələ həll edirsiniz, getmək istəyirsiniz. Və sizin yoldaşınızın da, şagird yoldaşlarınızdan biri, tələbə yoldaşlarınızdan biri, atası Daxili İşlər Nazirliyində işləyir, İnsan Əlverə qarşı mübarizə idarəsində. O da biraz bilir ki, artıq filan vaxt getmişdi, onları apardılar, onu işlətdilər, qul kimi işlədirlər başqa ölkələrdə, köylə vəziyyətinə salırlar. Mən qasırıq dostuna demək ki, sən getmə, sən bunu hər şeydən aydınlaşdır, gör bu sayt kimə məxsusdur, haradadır, necədir, doğrudan bundan bağlı məsələ var, yoxdur. Ondan bax, o əgər yoldaşınız bunu bilib susursa, onda o özü daxilən gələcəkdə vicdanın qarşısında məsuliyyət daşıyacaq. Deyəcək, kaş ki mən dostuma deyirdim, gedib orada. Nə olurdu? Aparırdılar Suriyaya bizim vətəndaşlarımızı, gedib orada o müharibələrdə iştirak edirdi və yaxud da IŞİD-də iştirak edirdi. Bizim çoxlu var bunun bağlı. 800'e yaxın bizim vətəndaşımız var. Orada gedirdi, ailəli ilə gedirdilər. Ailələri qalıb, hələ indi də bizim müvafiq qurumlar, Daxili İşlər Nazirliyi qurumlar onların uşaqlarını ölkəyə gətirməyə çalışırlar. Bir səsini gətirməyə çalışırlar. Bax bu, və yaxud da ki, yaxşı eşitmişsiniz, xüsusən qızları da daha çox tora salırlar bu məsələdə. Bu da konstitusiyon hüquqlarla bağlı məsələdir, onu bilir. Bir əlavə 7 gün olmasa belə olanda, siz ombudsmana müraciət edə bilərsiniz. Ombudsmana müraciət edə bilərsiniz ki, sizin informasiya əldə etmək hüququnuz pozulmuşdur. Və ya valideynizin, əgər valideynin qardaşınız pozulur. Belə olanda ombudsman nə edəcəkdir? Ombudsman həmin qurumu tövsiyə edəcəkdir ki, sən bu məlumatı ver ona. Əgər bu verilməsə, onda bu zaman artıq həmin qurumun cərbələnməsi baş verə bilər. Digər başqa bir tərəfdən isə məhkəməyə müraciət edə bilərsiniz, məhkəmə sizin bu hüququnuzu təmin edəcəkdir. Eyni zamanda gedirsiniz, küçədə gedirsiniz, mən yoldaşımla gedirəm, uşağımla gedirəm, başlayırsınız mənim şəklimi çəkməyim. Olmaz şəklimi çəkməyim. Mənim toxunulmazlıq hüququm var, eyni zamanda sizin də toxunulmazlıq. Əgər mən gəlib burada, bax burada iştirak edirəmsə, bu ictimai bir, burada şəkil çəkmək olar. Çünki mən bura gəlməklə ictimaiyyət qarşısında çıxış edirəm, mən ictimai xadiməm, çıxış edirəm. Amma mənim küçədə gedəndə isə, mən ailəmlə gedirəmsə, mənim şəklimi çəkmək, sonra da ingilisdə bu şəkillər çəkirlər, sonra da ondan sonra götürüb həmin şəxsə müraciət edirlər, bax, bizə sənin şəklini çəkmişik, sən bunu almaq. Mən bu şəkli məndən, biz bu müqabilini mənə verəcəm şəkli. Verməsəm belə deyəcəm, çantaz başladım, onu kallac eləməyə nə, sağ olsun bizim yenə də Daxili İşlər Nazirliyi və digər qurumlar, burada çox mühüm bir idarə fəaliyyət keçir, kiber cinayətkarlığı qarşı idarəsi, onda tez bir zamanda müəyyən edəcək. Amma hər halda bütün hallarda bu sizin həyatınıza çox pis təsir göstərə bilər. Əgər tələbədirsə az qalaq tələbəlikdən qovula bilərsiniz. Eyni zamanda əgər biraz da ağır cinayət, məndən əgər pul tələb edirsinizsə, sanki onun müqabilində və yaxud da onda buna görə indi sizin hələ ki məsuliyyət bəli, bizim Azərbaycan Respublikasında təəssüflər olsun ki, məcburi əmək cinayəti baş verir. Sual verərsiniz ki, ortaya sual çıxır ki, necə baş verir? Misal üçün, polis hara baxır və digər qurumlar hara baxır, nə üçün bu cinayət baş verir? Bildiyimiz kimi, Azərbaycan Respublikasının bəzi alanlarında bilirsiniz ki, maldarlıqla, heyvanlarlıqla məşğul olan bölgələrimiz var ki, hansı ki, misal üçün, elə bir yerlər var ki, elə bir fermalar var ki, onlar ucbat ərazilərdə yerləşir. Sizin anladığım ki,
yani orada insan ayağı belə değməyən yerlər var. Yani biz gedib oraya çıxmışıq, görmüşük var. Olubdur. Bizim Bakuşiyadlı rayonlarımızda Rusiya Respublikasının, Belarusiyadan və digər dövlətlərdən olur ki, bizim vətəndaşlarımız xarici vətəndaşı gətirib, heç bir sənədlər məmnun alaraq, qapalı nəzarətdə saxlayaraq, qapalı şəraitdə saxlayaraq, nəzarətdə onları həmin firmalarda işlədir və onların əməklərini istismar edirlər. Bu reallıqdır. Bizim baş idarənin əməkdaşlarının həmin məsələlərlə bağlı keçirdikləri tədbir nəticəsində həmin şəxslər həmin firmalardan azad olunub, sınırlıqlara yerləşdirib və onları istismar edən şəxslər barəsində insan alveri cinayəti Cinayət Məcəlləsinin 144-cü maddəyə tərkibi törədib, həmin maddəyə Ağır Cinayətlər Məhkəməsində həmin şəxslərə 10 il, 12 il və 9 il həbs cəzası verilmişdir. Yəni, fakt bu cinayət bizdə baş verir. Verir də, verməkdədir. Yəni, demirəm, başalıq gedir, araşdırma olunur, tapma olunur, amma olur. Yəni, bizim özümüzdə baş verir. Qaldı istismarla bağlı. Bu dəqiqə demək olar ki, Azərbaycanda cins istismarla bağlı cinayət işi var, yəni yerli faktla bağlı. Yəni, biz deyirik, xarici ölkəyə iş adını aparmağı və digər yerlərə. Belə diyoruz, bizim Azərbaycanda da hansı ki, bəzi insanlar var ki, onların xidmətlərindən istifadə edərək, onların nəzarətə saxlayıb istismar edilir. Biləsiniz. Bəli, biz o cinayətin asılmasında, cinayətin aşkar olunmasında, cinayətin tapılmasında bizim baş dairənin əməkdaşları da bununla bağlı işləyirlər, fəaliyyət göstərirlər. Ben yarım bir kaldım, açtım aslında. Çok sonra Ben Gate'de Ermənbət önüne demiştim. Biz gələk. Gel, gelin. Çıxaq da. Ben bu Gate'den Mən çıxıb geldim. gedirik. Ben başlıyorsun. Çox sağ olun. Sağ olun. Dövlətimizin bir mənalı münasibəti var. Çox sərt yanaşması var. Eyni zamanda bizim Daxili İşlər Nazirləri məsələlərlə bağlı çox sərt bir yanaşması var. İnsan alveri, adam oğurluğu, bunlar çox ağır cinayətlərdir və bizim həm ləyaqət məsələsidir bağlı məsələdir. Həm də bütövlükdə bu insanlara sonra elə hansı vəziyyətlərə düşürlər ki, şübhəsiz ki, bir hərəkətlərə yol verilmişəkdə heç baxmır. Bax, bu baxımdan da bizim insan alverinə qarşı mübarizə baş idarəsi də bu məsələlərlə bağlı çox faal bir istintaq izləmə əməliyyatları aparır, çox yaxşı. Eyni zamanda indi bilirsiniz, tanımı ilə bağlı yeni texnologiyalar yana çıxır. Düzdür, bizim bu cinayətkarlar həmişə daha çox belə kreativ üsullar axtarıb tapırlar. Amma bununla belə bizim hal-hazırda saat onun üzərində iştihalı gedib. Başa sosial şəbəkələr, internet üzərindən tanıma ilə bağlı çox yaxşı bir metodlar tətbiq etməyə başlamış ki, bu da insan alverinin yol verən şəxslərin qarşısına almasıdır. Yəni sadəcə olaraq biraz fiziki baxımdan, bu da təkcə fiziki izləmə yox, digər izləmə vasitələrində də bu istifadə olunur. Bu baxımda insan bilirəm ki, siz hər zaman bu məsələlərdə hörmətli Mahirə xanım ki, bugün bu Qeyri Dövlət Agentliğinin dəstəyi ilə bu layihəni sizin peşə məktəbində həyata keçirdi. İlk növbədə sizi ilkin olaraq maarifləndirmək məsələsi, müəyyən belə deyək vərdişləri əldə etmək, müəyyən fikirləri görmək məsələsi və mən əlbəttə ki, bu təhsil ocağının rəhbərliyinə təşəkkür edirəm. Sizə təşəkkür edirəm ki, bu imkanı yaradırsınız. Biz Daxili İşlər Nazirliyində mən İctimai Şura sədri olaraq da bizim bir fəaliyyət istiqamətimiz həm də ondan ibarətdir ki, Daxili İşlər Nazirliyi fəaliyyət istiqamətləri ilə bağlı həm monitorinqə həyat edir. Həm də eyni zamanda bu məsələlər onlara yaxından dəstəkdir. Bizim Mahirə xanım da getirək, bizim İctimai Şuranın üzvüdür. Uzun müddət İctimai Şura sədrinin müavini olub, belə faktiki olaraq bugün də müavin vəzifəsini icra edir. O baxımdan yəni siz bizlərə də müraciət edə bilərsiniz. Yəni sizin üçün geniş kanallar var, bütün kanallar vasitəsilə əlaqə saxlaya bilərsiniz. Mən də düşünürəm ki, bugünkü bu seminar, təlim, biraz da görüş xarakterli. Biz istəmədik hər şey bir eləkçi olur.
rəsmiləşdirək, bu rəsmi verir. Gəlmişik qeyri-rəsmi şəraitdə sizlə söhbət edək və rahat şəkildə sizə istənilən sualı bizə verin. Heç narahat olmayın. Sizin suallarınıza biz burada cavab verməyə çalışacağıq. Həm təcrübəniz, bacarığımızla bağlı, həm də müvafiq belə deyək strukturlarda çalışmağımızla bağlı olaraq. Eyni zamanda əgər bilməsəklər, sabah müəllimlə əlaqə saxlayacağız. Ona deyəcək ki, bu suala cavab verə bilməmiş ki, o sualın cavabını verir. Yəni narahat olmayın, siz də ki, qolunuza suallar verin, özə istənilən sualı verin. Çətin, narahat olun, bizdən narahat olun, biz istənilən suala cavab tapacaq. Siz ondan deyin, bizim xətrimizə dəyərsə də, xətrimizə dəyməyəcək. Əsas məsələ odur ki, biz buraya gəlmişik, həm də sizin qarşınızda edək, məlumat, söhbət etməklə yaşam və sizin suallarınızı cavablamaq. Yorulmamışsınız ki? Yorulmamışsınız bu suallar verin. Arif hanım neden? Sualımız olan varsa. Kimin ən hansı bir sualı var? Mütəxəssislərimizə suallarını verə bilərsiniz. Demək ki, sən o sual olan yoxdur. Fatma Əmrə deyir ki, 45 dəst. Uşaqların Məhəmməd dərs saatları bitib. Bugün 6-cı saatlarıdır. Təəssüflər olsun ki, sizə çox sağ olunu bildirirəm. Bəyən müəllimlərimizə, Bayram xanım. Təşəkkür edirəm. Belə bir maraqlı mövzuya əsbələdik bugünkü günümüzü. Ümidvaram ki, gənclərimiz də, tələbələrimiz də bu məsləhətlərdən, tövsiyələrdən müəyyən bir dərs götürdülər, müəyyən bir dərs götürdülər. Təşəkkür edirəm. Və Bayram xanım çox gözəl bir söz idi. Hamımıza bir iş qalır, vətənimizi sevmək, dövlətimizi sevmək. Yəni ki, ən gözəl işlərdən biri budur. Amalımız bu olsun. Hamımıza təşəkkür edirəm, qonaqlarımıza da təşəkkür edirəm. Biz də sizə təşəkkür edirik. Siz tərpənmirsiniz, qonaqlar çıxır, sonra siz. Və siz özü narahatsınız, bize harada küçədə də rast gəlib yaxınlaşına gələsiz demək istəyir, deyil. Heç bir problem yox. Təşəkkür edirəm, çox sağ olun.